İkinci məsələ budur ki, Füzuli özünün fəlsəfə, məntiq, irfana dair fikirlərini məhz bu əsərdə qeyd edibdir. Və əsəri oxuyanda sözün həqiqi mənasında insan heyrətə gəlir. Nəyə görə? Çünki Füzuli bu məsələləri o qədər gözəl izah edib. İnsan həqiqətən təəccüblənir ki, Füzuli nə qədər bu sahələrdə dərin biliyə yiyələnib. Çünki klassik alimlər adətən özləri haqqında kitabın əvvəlində məlumat verərdilər ki, hansı elmi, hansı müəllimin yanında oxuyublar. Və biz o məlumatın sayəsində bilərdik ki, məsələn, filan alimlər filan elmləri filan ustadların yanında, müəllimlərin yanında oxuyublar. Amma Füzuliyə dair elə bir əlimizdə heç bir məlumat yoxdur. Yəni biz bilmirik Füzuli fəlsəfəni kimin yanında oxuyub, məntiqi kimin yanında oxuyub, irfanı kimin yanında oxuyub, bunu bilmirik. Teologiyanı kimin yanında oxuyub, bilmirik. Amma buna baxmayaraq Füzuli həmin sahələrə dair fikirləri o qədər gözəl, o qədər dəqiqliklə izah edir. Dediyim kimi, insan həqiqətən təəccüblənir, heyrətə gəlir ki, Füzuli bu qədər dərin bir mütəfəkkir olub. Və Füzulinin adı gələndə biz adətən Füzulini bir şair kimi, bir yazıcı kimi təsəvvür edirik. Amma bu kitabı oxuyandan sonra insanın düşüncələri dəyişir. Nə mənada? Füzuli həm də böyük bir mütəfəkkir olub, böyük bir filosof olubdur. Füzuli bu sahələri çox dərindən bilirmiş. Məsələn, irfana aid məsələləri o qədər incəliklə izah edir, xüsusən vəhdət vücud məsələsini. Mən deyərdim ki, bəzi filosof və teologlar belə bu məsələni Füzuli qədər dəqiq izah edə bilməyiblər. İndi həmin bölmə gələndə mən o məsələləri izah edəcəm, Füzulinin fikirlərini izah edəcəm və orada qeyd edəcəm Füzuli bu məsələləri necə gözəl izah edib. Və həmin mətni oxuyanda görür ki, Füzuli İbn Ərəbini oxuyub, Füzuli Qeysərini oxuyub, Füzuli böyük irfan alimlərini oxuyub ki, onların sahələri, onların fikirləri ilə tanışdır və hətta Füzuli onların kitablarından belə iqtibaslar gətirir. Baxmayaraq ki, adını qeyd edir.